Salam əziz dostlar, biz sizinlə riyaziyyat 1-ci hissə səhifə 8 ilə video çəkişlərimizi davam etdirəcəyik. İndi biz sizinlə burada birinci hissədən, birinci misaldan başlayırıq. Yer gəlmişdən kitabımız 6-cı sinifdir. 6-cı sinif 1-ci hissə səhifə 8-ci sizinlə başlayırıq. Bundan sonra namazda yox, bu dərsliyi davam edəcəyik. Amma dediyim kimi, əgər namazdan suallarınız olarsa, mən sizə izah etməyə hazıram. Demək, birinci misaldan başlayırıq. Gözləyin bir saniyə, mən karandaşı çıxardım. Aha, başlayaq. Deməli, birincidə yazıb ki, 225 çıxaq, mörtəzə açıblar, 15 vurur ki, üstə gəl 12 mörtəzəni bağlayıblar, böl 7 mörtəzənin içində mörtəzənin xaricindəki mörtəzəni bağlayıblar. Vuraq 2. Siz bilirsiniz ki, birinci mörtəzənin içini həll etmək lazımdır. Amma burada 2 dənə mörtəzə var. Bir mörtəzədir, mörtəzənin içində də mörtəzə var. Biz mörtəzənin içindəki mörtəzədən başlayacağıq. Birinci burada 15 vur 2, üstə gəl 12-dir. Biz birinci bilirsiniz ki, vurmanı eləməliyik. Ona görə 15-i vururuq 2-yə. Gəlin belə alt-alta vuraq. 15 vuraq 2-yə. 5 vur 2-yə 10. 1 yadda. 2 vur 2-yə elədik. 2, 1 də yadda. 3. Bu 30 elədi. 30-un da üstünə 12 gəlirik. Bu deyilir 42. Sonra 42-ni burada birinci bilirsiniz ki, bölməməli eləmək lazımdır. 225-dən çıxmırıq. İlk öncə bölməməlimizi edirik. Bölməməlimizi eləmək üçün də 30-un üstünə 12 gəlmişdi 42. 42-ni də bölürük 7-də 6 eləyir. 225-dən indi 6-nı çıxırıq. 225-dən 6-nı çıxanda 219 eləyir. Deməli, birinci A variantımızın cavabı 19-dur. Birincinin cavabı 19-dur. İkincini də izah edirəm. Ya da yox, ikinci yox. Üçüncüdə baxın burada 2 üstü 2 var. Gəlin mən ondan başlayayım sizə izah edeyim. Çünki o biraz o birislərə nisbətən qarışıqdır. Onu mən sizə izah edeyim ki, tam aydın olsun. Baxın, burada C variantında mörtəzəmiz yoxdur. Yazıb ki, 32 üstə gəl 60 bölək 2-yə çıxıq 7-yə. Bildiyiniz kimi birinci vurma bölmə əməlini edirik. Burada da bölmə 6 böl 2 üstü 2. 2 üstü 2 nədir? 2-nin kvadratı yəni. 2-ni 2 dəfə bir-birinə vururuq. 2 vurur 2. Məsələn, burada 8 üstü 8 üstə bir-birinə vururuq. 8 vur 8 vur 8. 8-i 3-ə vurmayın. Ha, onda cavab düzəlmez. 8 vur 8 vur 8 eləyəcəksiniz. Burada da 2-nin kubudur. 2 üstü 2-dir. Ona görə biz 2-ni vururuq 2-yə. Bu deyəcək 4. 60-ı bölürük 4-ə. Gəlin, baxın, budaqlı bölmədə sizə göstərim. 60 bölək 4-ə. 6-nın içində 4 bir dənədir. Ona görə bundan çıxır 4-ü. Qaldı 2. 2-nin içində 4 yox deyə burada 0-ı atırıq dalına elədi 20. 20-nin içində 4 5 dənədir. Yazırıq bura 5. Cavabımız elədi 15. Aha, 60-ı 2 üstü 2-yə böldük, elədi 15. İndi 32-nin üstünə 15 gələk. Bu elədi 7, bu da elədi 4. 47. 47-dən 7-ni çıxırıq 40. Deməli, C variantımızın cavabı 40-dır. Belə, C variantımızın cavabı 40-dır. Bir saniyə, bölümünü sileyim. Əlimdə ödürmür. Aha. İndi, keçək növbəti misala. Ədədin bölənlərini tapın. Ədədin bölənləri nədir? Baxın, biri var bölən, biri də var bölünən. Birinci bölən olur, sonra bölünən olur. Bölünən bölən. Biz indi bizdən soruşur böləni. Yəni, 20-nin nəyəsə böləcək. Yəni, 20-nin nəyə bölmək olar? Onu bir-bir sayına yazacaq. Burada bütün şeylərini istəyir. Yəni, burada sayla verib. Çünki bölünən sonsuzdur. Amma bölənin sayı var. Hər bir ədədin özünə görə böləni var. Deyir, burada sayda olub olmadığını tapaq. Deməli, sayda olub olmadığını tapaq. Birinci başlayaq 7-dən. Yəni, A variantından. 7 bərabərdir. Yazaq bir bunun bölənlərini. Bunun böləni 1, 1-dir. Bir də 7-dir. Bunun 2 dənə böləni var. Bilirsiniz ki, təkcə 1 və ədədin özünə bölünürsə, deməli, bu sadə ədəddir. Əgər məsələn, burada 2 olsaydı, 3 olsaydı, 3 dənə ədəd olsaydı, yəni 1-dən özündən başqa ədəd olsaydı, hə, onun sadə olmayacaqdı. Amma burada 1-1-ə bölmək olur, bir də ədədi özünə bölmək olursa,
Deməli, bu sadə ədədimizdir. Bu birinci sadə oldu. Keçək növbətinə. Deməli, növbətisində 20. Bizə burada 20 verib. Gəlin 20-yə baxaq. 20-nin bölümləri 1, 2, 4, 5, 6 bölünmür, 7 bölünmür. Aha, 10. Bir də 20-nin özü. Gördünüz nə qədər dəyərlərimiz var? 1, 2, 4, 5, 10, 20. Amma 7-də cəmi 7 və 1 vardı. Ona görə bu sadə ədəd deyil. Çünki 20 ilə 1-dən başqa neçə dənə bölünəni var. Ona görə də bunu sadə ədəd olaraq götürmürük. İndi deməli başlayırıq 24-ə. Yazaq bura 24. Aha, bərabər. 24-ün bölənləri 1, 2, 3, 4, 6, 7 bölünmür 8, 12 və 24. Bunun da nəsə ədədi var həmçinin. Bu da ona görə sadə ədəd deyil. Keçək 31-ə. 31-də də 1 və 31. Ona görə bu da sadə ədəddir. Bu da heç, bu da sadə ədəddir. Bunu sadə ədəd olaraq qeyd edirsiniz. Keçək 40-a. 40 həm 1-ə, həm 2-yə, 3-ə bölünür, həm 4-ə bölünür, həm 5-ə bölünür. 6-ya da bölünmür, deməli 7-yə də bölünmür, 8-ə bölünür. Aha, 20-yə də bölünür, 10-a da bölünür və s. Yəni hamısını yazmadım, amma 40-la 1-dən başqa ədəd olduğu üçün siz avtomatik bilin ki, bu sadə ədəd deyil. 29 bərabərdir. Deməli 1, 29. Aha. 1-29. Belə, bu da sadə ədəddir. Ona görə bunu götürmürsünüz. Bu da sadə ədəddir. Belə. Keçək növbətinə. Növbətdə nə deyir? Ədədin 5 bölünəni tapın. Bayaqları böləni tapmışdıq. İndi bölünən. Bölünən sonsuzdur. Məsələn, 11 götürək. 22, 33, 44. Bir ədədlərin üstü 11, 11 gələ sonsuzdur. İstədiyimiz qədər biz bunun bölünənini yaza bilərik. Amma bizdə sonsuz olduğu üçün, kitabda da bunu bildiyi üçün bizdən sadəcə 5 dənəsini istəyir. Hər ədədin 5 dənə bölənini tapacaq. Deməli, başlayaq 11-dən. Bir də saniyə, karandaşı yenidən götürün. Başlayaq 11-dən. 11-in bölənləri bərabər 5 dənə. Bu birinci, bu ikinci, bu üçüncü, bu dördüncü, bu da beşinci. 5 tane yazmış olduk. 1, 2, 3, 4, 5. 22, 33, 44, 55, 66. Aha, növbət ədədi. Növbət ədədimiz 15'dir. 15'i yazaq 5 tane bölənli. 30, 45, 60, 75, 90. 30, 45, 60, 75, 90. 15'inde 5 tane bölünəni tapdıq. Deməli, sonra 14. Düzgün karandaşı bağlamışdım. 14. Bərabər deyəcək. 24, 36, 48. Ay, üzr sayın uşaqlar. Bir saniye. Səhv yazdım. Orada 4 var idi. Ama şey elədim. Elə bil ki orada 12, elə bildim 12 idi. 12 götürdüm. Ona görə üzr sayın. Ne olar? Keçək öbürsünə. Bir saniye karıştı. Bir dəqiqə. Aha. Deməli, hansına qalmışdıq? 14'də.
14 bərabərdir. Deməli 14, 24, 36, sonra hadi yenə 38, sonra 52, ondan sonra 3, 4, dördüncü qaldı hələ, 5, 6, 66, 70, sadəcə 80, aha 80. Belə, 5 dənə yazdıq. Yəni 5 dənə yazdıq. Gözləyim, mən də bu silim. Gözləyim, silim. Belə. İndi növbəti ədədimiz hansıdır? 23-dür. Aha, gəlin sizlə bir yerdə 23-ə də baxaq. Bir dənə boş yerimiz buradır. Burada boş yer çoxdur. Ona görə mən yuxarı qalxıram. Deməli, bu eləyəcək 46. Sonra 60, 68. 9, 69. Sonra 92. Ondan sonra belə 92 bir dəqiqə gözləyim. Birində tapım. 100, 110, 105. 105. Belə. Qalanını da özünüz taparsınız uşaqlar. Mən yarısını izah elədim. Məncə başa düşdünüz. Hamısını izah eləməyim. Sonra dediyim kimi bəzi uşaqlar da kopyalayır. Ta 3-ü başa düşdünüz. Yəqin ki 2 də ona uyğun idi. Məncə 2 ilə 3-ü başa düşdünüz. Keçək 4-ümdə. Euler Venn diaqramından istifadə etməklə tapın. Deməli, A-da əbab verib bizə. Əbab 40-dan 50-dir. 40-dan 50-nin əbabını taparıq. Əbab da bildiyiniz kimi ən böyük ortaq bölünəndir. 41-də verib bizə Venn diaqramında nə verib? 40-ın bölənləri, 50-nin bölənləri. Solda 40-ın bölənlərini verib, sağda isə 50-nin bölənlərini. Ortada da Venn diaqramda verdiyiniz kimi həm 40-ın, həm də 50-nin bölənləri. Baxın, bu ortadakı bunların ortaq bölünənləridir. Amma əbab nədir? Ən böyük ortaq bölünən. Bunların içindən ən böyük hansıdır? Gördüyünüz kimi. Baxın, ən böyük 10-dur. Deməli, bunların əbabları da 10 olacaq. Keçək bunların əkoblarına. Əkob nədir? Ən kiçik ortaq bölünən. Çünki bölünən dediyim kimi sonsuz olduğu üçün ən kiçikdir. Çünki biz bunun ən böyüyü tapamarıq. Ən böyüyü olmur bunun, sonsuzdur. Ona görə ən kiçik yazıb. Burada da yenə 20-nin bölənləri, 30-un bölənləri. Burada baxın, xəttləri qoyub, bu nöqtələri biz doldurmalı deyilik. Bunları görürsünüz. Bunları doldurmaq üçün qoymayıblar bunları. Onları ona görə qoyublar ki, yəni bu sonsuzdur. Sona qədər bunu yaza bilərlər. Çoxlu nə qədər istəsəniz yaza bilərlər. Ona görə bu nöqtəni qoyublar ki, yəni sonu yoxdur da. Hərəsində 3-4 dənə yazıblar. Baxın, 20-nin bölənləri budur, bu da 30-un bölənləri. Ortaqlar isə 6 ilə 120 sonsuzdur, bunları yazıblar. Ən kiçiyi 60-dır. İkisinin də ortaq bölənin ən kiçiyi 60-dır. Deməli, bunlar da ən kiçiyi böləni 60-dır. Keçək bunlara. Verilmiş ədədlərin bölünənlərindən ilk 7-sini yazın. Bu siyahıda onların ən kiçik ortaq bölünənini tapın. Uşaqlar, buna çox vaxtımız gedəcək. Ona görə mən sizə bunu birini izah eləyirəm. Qalanlarını siz özünü tapasınız. Deməli, bölünən deyir, ona görə ilk 7-sini yazın deyir. İlk 7-si. Birinci ədədimiz nədir? Birinci ədədimiz 12 və 18-dir. İlk 7-sini tapacaq. Sonra nə deyir? Və ilk 7-sini tap. Yazın, bu siyahıdan onların ən kiçik ortaq bölünənini tapın. Aha, bir-birlərinə ortaq olanı tapacaq. Əkob kimi fikirləşin. Bir də saniyə bir də baxın, görürsən yarımdan çıxdı. 12 və 18. Aha. 12 və 18. 24 36 48. Aha.
İndi bu da 62. Qalanı da öz taparsınız. Yəni 63-ün üstünə 12 gələsiniz. Qalan ədədin də üstünə 12 gələsiniz. Cəmi ilk 7 ədədini tapmalıyıq. Məsələn 18 də 18-in birinci ədədi 36. Qalanı da 36-nın üstünə 18, 18 gələ yazasınız. Baxın elə birinci yazdığım ədəd ortaq ədədidir. Baxın bunun da 36-sı var. Bunun da 36-sı var. İkisi də bir sırayla yazmışam. Amma 18-in ilk üst-üstə gəldikdə 36 eləyir. Yəni 12-də birinci 24 edir, amma 36. İkisinin də ən kiçik ortaq bölünəni 36-dır. Bu formada hər birini sırayla yazasınız. Belə yazasınız. Aha, keçək növbətlərə. Verilmiş ədədlərin bölünənlərinin siyahısını yazın. Bu siyahıda onların ən böyük ortaq bölünəni tapın. Burada da əboblarını tapasınız. 20 və 24-ün əbobu, 30 və 36-nın əbobu, 45 və 60-nın əbobu. Bunları da yəqin ki bilərsiniz. Məncə biləsiniz. Çünki yuxarıda kimidir. Baxın, yuxarıda bölünən istəyir, aşağıda bölən istəyir. Ona görə ikisi də eynidir. Yuxarıda ən kiçik ortaq bölünəni tapırsınız, aşağıda isə ən böyük ortaq bölünəni tapırsınız. Belə. 7-ci gələ 7-ci misala. Kəsirləri ixtisar edin. Bir var 16-da 12, 25-də 15 və s. Deməli. İndi məsələn, birinci götürək 16-da 12-ni sizə ixtisar etməyin nətər olduğunu göstərin. Bu üçün yoxlamadı. Məncə sizə 15-ci sinifdə keçiblər. Amma mən ehtimala qarşı sizə yenə ixtisar eləməyi göstərim. Deməli, birinci misalımız 16-da 12-dir. 16-da 12. Yazırıq bura 16-da 12. Altdaşına baxmırıq. Çünki altdakı yuxarıdakından böyükdür və həmişə də el olacaq. Birinci 12-yə baxırıq. 12 ən böyük neçəyə bölünür? 6-ya bölünür, düzdürmü? Amma 16 6-ya bölünmür. İndi 6-dan biraz aşağıya baxacaq. 6-dan aşağı 4 də 12-yə bölünür. 4 indi görürük həm 12-yə, həm də 16-ya bölünür. Deməli, bölək. Böl, bunu 4-ə, bunu da 4-ə. Deməli, bu eləyəcək 16-nı bölürük 4-ə, eləyəcək 4. 12-ni böləcək 4-ə, bu da eləyəcək 3. 4 də 3 artıq ixtisarı eləmək olmur. 4-ü 2-yə bölmək olur, amma 3-ü heç nəyə bölmək olmur özündən başqa. 3-ə bölmək olur, 4-ü 3-ə bölmək olmadığı üçün ixtisar etmək olmur. Yəni, birini izah edeyim sizə 25-də 15-i. 25-də 15-i də izah edeyim sizə. 25-də 15. Aha. Deməli, indi bunlar hər ikisi ən böyük 5-ə bölünür. 5, 5. Açıq. İndi 25-i 5-ə bölürük, eləyəcək 5. 15-i də 5-ə bölürük. Bu da eləyəcək 3. 5 də 3. Baxın, 3 də özündən başqa hissəyə bölünür, 5 də. Artıq bu ixtisar olunmayan kəsirdir. İxtisar və sizə ixtisar etmək üçün verilən kəsiri ixtisar olunmayana qədər ixtisar etmək lazımdır. Yadınızda saxlayın. Kəsirdən başqa heç bir rəqəmi ixtisar etmək mümkün deyil. Belə, qalanlarınızı da özünüz edərsiniz. Məsələn, olar ki, elədə də olar ki, məsələn, götürək 12-ni. 12-ni tapılmarsınız ki, bu ən böyük nəyə bölünür? İndi 12 deyəndə, olar məsələn, 1.295.000. Onun üçün tapılmarsınız ki, bu ən böyük nəyə bölünür? Onu yarı-yarıda 5-6 dəfə ixtisar eləyə bilərsiniz. Nətər? Bir dəfə ixtisar elədiniz, məsələn, milyonun yerində qaldı 1000. Bir dəfə ixtisar elədiniz 100. Bir dəfə ixtisar elədiniz 50. Bir dəfə ixtisar elədiniz artıq belə ardıcıllı mərhələ ixtisar olunmayan kəsirə qədər gətirib çıxardın. Siz onu əgər ixtisar olan kəsir kimi saxlasınız, onu sizdə heç kim heç yerdə qəbul etməz. Ona görə kəsiri lap mərhələ belə ixtisar etsiniz, bütün etməsəz də olur. Amma onu axır ki, ixtisar olunmayan kəsirə qədər gətirib çıxardın. 2 ədəddə heç nəyə bölünməyənə qədər gətirib çıxartmalısınız. Keçək 8-ə. 8-i mən burada 15-də 3, üstə gəl 5-də 1. 2 ədədinin toplamasını, çıxmasını, 3 ədədinin toplamasını, çıxmasını və vurma ilə bölməni izah edəcəm. Qalanlarını da özünüz edərsiniz. Birinci 15-də 3, üstə gəl 5-də 1. 15-də 3, üstə gəl 5-də 1. Deməli, 15-də gözün karandaş çıxmadı. 15-də 3, 3'də gəl, 5'də 1. Ay, sağ ol. İndi burada biri, deyərsiniz, indi biz bunu nəzər toplayaq. 15'in üstündən deyərsiniz, altda 5 gəlsin, bu eləyəcək 20. Elə eləməyəsiniz, addaşları toplamayasınız. 5'i 15'i gətirib çatdırasınız. 5'i neçəyə vursanız 15 eləyər, 3. 5'i vurasınız 3'ə, eləyəcək 15. Onunca yuxarıdakını da artırmalısınız. 5'i neçəyə vurdunuz 15 elədi. 5'i 3'ə vurdunuz 15 elədi, düzdürmü? Ona görə yuxarıdakını da vurasınız 3'ə. Yuxarıdakı da eləyəcək 3. Yuxarıdakı 3, aşağıdakı da 15.
Aha. Beraber eləyəcək. 15 3-ün üstü 15-də 3 gələndə eləyəcək 15-də 6. Sürətlərini toplayırsınız, məxrəcləri ilə heç bir işiniz yoxdur. Yaxşı, məxrəclərini dəymirsiniz. Sıxma da eyni ilə bunun qaydadadır. Yenə məxrəclərini eyni vəziyyətə gətirəsiniz. İkisini də məsələn ikinizdə ikisini 14 eləyəcəksiniz. Yuxarıdakı 6-nı da neçə 7 neçə vurmusunuz, onu da 2-yə vurasınız. O eləyəcək 14-də sonra çıxasınız. Tamlığını da indi mən sizə izah edeyim tamlığını nətər eləyirlər. Bunun tamı yox, birinin tamı var, birinin tamı yoxdur. Onun üçün narahat olmayın. Tamı boş verin. Tamla işiniz yoxdur. 8-də 3-ün üstünə 4-də 1 gəlirsiniz. Axırda da hesablayan sonra tamı üzərinə əlavə edirsiniz. Tamla işiniz yoxdur. Deməli, mən indi sizə vurmanı izah eləyim. Vurmanı görün nətər olur. Vurmanı bir də bölməni. Vurma ilə bölmə fərqli şeylərdir. Fərqli cür eləyəcəyik. Aha. İndi 4 tam 5'də 1 vuraq 7'də 5'e. 4 tam 5'də 1 vuraq 7'də 5'e. İndi bunu nətər eləyəcəyik? Bunu vurmaq olmayacaq. Çünki bunun birinin tamı var, birinin tamı yoxdur. Ona görə biz tamı olan ədədi düzgün olmayan kəsrə çeviririk. Düzgün olmayan kəsrə çevirək nə edirik? 4'ü vururuq 5'e. Eləyəcək bu 20. 20'nin üstünə 1 gəlir. Eləyəcək 21. 5'də 21. Deməli 5'də 21 vuraq 7'də 5'e. 5 ilə 5 ixtisara gedər. 7 ilə də 21 ixtisara gedər. 21'in yerində qalacaq 3. 5'in yerində qalacaq 1. Bu birisi 5'in də yerində qalacaq 1. 7'nin də yerində qalacaq 1. İndi 1 vur 1 eləyəcək 1, 3 vur 1 də eləyəcək 3, 1 də 3. İndi aşağıdakı 1 də məxrəci silirsiniz. Məxrəc əgər 1 olarsa, məxrəc 1 olduğu halda məxrəc silinir, sürət qalır. Sürətimiz də 3'dür. Deməli, cavabımız 3 tam eləyəcək, yəni 3. Sadə şifata 3 tam yazmayasınız. Sadə şəkildə elə belə 3 yazasınız. Cavabımız 3'dür. Aha, indi bölməni izah edeyim sizə. Bölmə biraz maraqlıdır, həm də biraz çətindir. 3 tam 4'də 3 bölək 4'də 3'e. 3 tam 4'də 3 bölək 4'də 3'e. Bərabərdir. Bunu yenə düzgün olmayan kəsrə çeviririk. 3 vur 4 elədi 12. 12'nin də üstünə 3 elədi 15. 4'də 15. 4'də 15. İndi burada nə edirsiniz? Bölməni vurma ilə əvəz eləyirsiniz. Bu bölməni yazmırsınız. Bölməni vurma ilə əvəz eləyirsiniz. 4'də 3'ün də sürəti ilə məxrəcinin yerini dəyişirsiniz. 3'də 4 olaraq yazırsınız. Bölmənin, kəsrələrin bölünməsinin qaydası budur. Düzgün olmayan kəsrlə çevrilir, yazılır. Bölmə vurma ilə dəyişilir və 4'də ikinci bölənin yeri, bölənin kəsrlərinin yeri sürətlə məxrəc dəyişir. İndi 3 ilə 15 ixtisara gedər, 4 ilə də 4 ixtisara gedər. Burada qalar 1, burada da qalar 1. 3'ün yerində də qalacaq 1, burada da qalacaq 5. Yenə altdakı 1 qalacaq, yuxarıdakı da 5 olacaq. Ona görə altdakı 1'i dediyim kimi silirsiniz. Cavabımız da eləyəcək 5. Bu bölmənin də cavabı 5-dir. Bunun da cavabı 5'dir. Ümid edirəm buradakı 5 kimdə siz də bu dərsinizdən 5 alırsınız. Belə. Dəyişənin verilmiş qiymətlərində ifadənin uyğun qiymətlərini tapın. İfadənin uyğun qiymətlərini. Məsələn, A variantında. N bərabərdir, həm 4'dür, həm 7'dir, həm də 11'dir. Burada yazdığı deyir ki, olduqda M üstü 2. Yəni M üstü 2, yəni 4'ü 4'ə vuracaq, 7'ni 7'yə vuracaq, 11'i 11'ə vuracaq. Hamısını təşkildə eləyəcək. Birincini tapaq. Gəlim. A variantı. Birinci. 11 vuraq 11. Bir 11 göz yumurda vuraq. 11 vuraq 11'ə. 1 üstəcər. Bu bir burada. Bu bir də burada. Toplayaq.
1, 2, 1. 121. 121. Aha. Birinci 121 elədi. 11, 121 elədi. Ay, üzrü sayın. Aha. Birinci 121 elədi. Kesək buna 4 vuraq 4'e bu eləyəcək 16. Bu heç, bu asanda bunu özünüz bilirsiniz. 7'ni də bilməlisiniz. Mən bilən, amma 7'ni də yazın. 7 də vur 7. Bu da eləyəcək 49. Aha. Deməli 1 16 2 121 3 də 49. Deməli bu bizim oldu A variantımız. A variantının cavabları bunlardır. B variantı da həmişə qaydadır. N bərabərdir 5, 6, 8 olduqda N üstü gəl 3, üstə gəl 1 tapın. Deməli, N üstü 3 nədir? Yəni 3 tərəf bir-birinə vuracaq. 5 vur 5 vur 5. Məsələn, bu eləyəcək 125. 125-in üstünə 1 gələsiz. Bu da eləyəcək 126. İndi ikinciyə baxaq. O qalanlarını da özü taparsınız. K bərabərdir 2, 3, 4 olduqda 5 üstü 2, üstə gəl K üstü 3 tapın. Deməli, K üstü 3 yenə 2 vur 2 vur 2 eləyəcək bu 2-ni vururuq 4 eləyəcək bu 8. 4 4-ü də 2-yə vuracaq. Bu da eləyəcək 8. Aha. Bunu tapdıqca bu 8'dir. Yəni üstünə 5'də 2 gəlir. 5 üstü 2. 5'i yəni 5'ə vuracaq eləyəcək 25. 25 dənə də 8'i toplayasınız. Bu da eləyəcək 34. Belə. Qalanlarını da yenə həmişə qayda düz eləyərsiniz. Deməli, keçək 10-cu mərhələ. Burada bir dənə məsələmiz var. Özü çox maraqlı məsələdir. Mən bunu özüm etmişəm. Çox maraqlı məsələdir. Xoşum gəlmişdi. Burada 11-ci məsələ də var. 11-ci məsələ çətindir biraz. Çox belə diqqət tələb edən məsələdir, məntiqli məsələdir. Ona dedim keçərik. Birinci bunu eləyək. 10. Sinifdə 12 oğlan və 18 qız oxuyur. Uşaqlar hər birində eyni sayda oyuncu olmaqla komandalara bölünürlər. Hər komanda ya oğlanlardan ya da qızlardan ibarətdir. Ən az neçə belə komanda alınır və hər komandadan neçə uşaq olar? Deməli, sinifdə 12 oğlan var və 18 qız oxuyur. Uşaqlar hər birində eyni sayda oyuncu olmaqla komandalara bölünürlər. Hər komandaya oğlanlardan ya da qızlardan ibarətdir. Ən az neçə belə komanda qurmaq olar? Deməli, biz indi sinifdə cəmi nə qədər uşaq varsa onu tapacaq. Yəni burada oğlanla qızı ayrı verib, amma biz bütün çünki burada qarışıq deyir. Oğlan da ola bilər, qız da ola bilər bir komandada. Ona görə biz bunları hamısını bir-birinə toplayacaq. Sinifdə neçə nəfər varsa onu tapacaq. Bu neçədir? Biri 12, biri də 18. 12 18. 12 üstəcə 18 bərabərdir 30-a. Sinifdə cəmi 30 şagirdimiz olar. İndi burada deyir ki, neçə komandaya bölmək olar və komandada neçədən uşaq olur. Bunun üçün biz 30'un bölənlərini yazacaq bura. 1, 2, 10, 15, 30. Burada ən böyüyü 30'dur. 30'u 30'a böləndə 1 eləyir. Amma burada bizdə komandadan söhbət edir. Yəni komandada ən azı 2 nəfər olmalıdır. Bu yəni bir nəfəri komanda olmur. O tək-bətək oyun olur. Onda da olmur. Bizə komanda lazımdır. Ona görə biz ondan bir dənə dalda 15'i götürəcəyik. 30'da 15'e böldükdə 2 eləyir. Deməli 15 dənə komandamız alınır. Hər komandada da 2 oyuncu olur. Belə. Əsas 11'dir. Baxın 11 çox məntiq tələb edən bir məsələdir. Özü çox maraqlı məsələdir. Mən belə məsələlərdən xoşum gəlir. Baxın deyir ki, idman malları hazırlayan sexdə atlama ipi hazırlamaq üçün bir top ip alındı. Usta itkiyə yol vermədən topdakı ipi ya 5 metr ya da 6 metr uzunluqlu hissələrə bölə bilər. Topda ən az neçə metr ip var? Baxın, indi biz deyəlim ki, təsəvvür edin ki, siz ustasınız da. Siz gəlib deyirlər ki, məktəbdə fiziki tərbiyə üçün ip atda lazımdır. Bizim ip atlamaq üçün ipimiz yoxdur. Siz də gedirsiniz bir topa ip alırsınız. Ax bu ipə pul vermirsiniz, istəmirsiniz də pul ziyan olsun. Çünki pul lazımlı şeydir, istəmirsiniz pul ziyan olsun. İstəyirsiniz ki, pulunuzun hamısı siz ondan ip atı düzəldirsiniz və hamısını satıb pul qazansınız, pul itirməyəsiniz.
Bu usta deyir ki, gərək siz elə olmağınız üçün ya bu ipi 5 metr kəsirsiniz, ya da 6 metr kəsib ip hattı düzəldirsiniz. Deyir, topanızın neçə metr ipi var. Deməli, biz burada bunların əbobunu tapacaq. Daha özür istəyirəm, əkobunu tapacaq. Əkobunu niyə tapacaq? İndi deyəsiniz, bu əkobun bura nə aidiyyəti? Baxın, özünüz düşünün. Biz bunu ikiyə yol verməmək üçün ya 5 metr kəsməliyik, ya da 6 metr kəsməliyik. Bir özünüz fikirləşin də. Bu hansı ədəddir ki, bu neçə metr uzunluqdadır ki, biz bunu həm 6-ya bölə bilirik, həm də 5-ə bölə bilirik. Onun üçün biz 5-nin 6-nın əkobunu tapmalıyıq. Gözlüyüm bir də saniyə. Karandaş yerə düşdü. Gözlüyümə bir dənə karandaş götürüm, videonu dayandırım, tez gəlirəm. Aha. Gecə yuxarı. Burada hesablamamızı eləyək. Əkob. Beşlə 6. 5. Burada 6. 4 tane yazaq. 1. 10. 15. 20. Burada 25. Burada 12. 18. 24. 30. Baxın 12 yoxdur burada. 18 yoxdur burada. 24 yoxdur burada. 30 da indi bir dənə də yazsaq əgər 5-ni də əlavə eləsək, böyləcə 30. Deməli, ikisinin də ortaq bölünəni 30-dur. Deməli, biz buradan bu qənaətə gəlmiş oluruq ki, ipimiz 30 metrdir. İpimizi 5-ə də böləndə ikiyə yol vermiş olmuruq. Eyni sayda ip çıxır. 6 dənə ip çıxacaq. Və 6 metr kəssək də 5 dənə ip çıxacaq. Təbii ki, ustamızla bunu 6 dənə 5 metr seçəcək. Çünki onda ip hattı daha çox çıxır, daha çox pul qazanmış olur. Aha, belə. Bu qədər. 30 metr ipimiz olar. Onun cavabı 30. Burada 15 komanda. 2 nəfər komandadır. Belə. Kanala abunə olub, like atmağı unutmayın. Başa düşmədiyiniz şeyləri yorumlara yazın. İnşallah gələn videolarda görüşənədək. Sağ olun, sağlıqla qalın.